Beşiktaş'ın keçmiş futbolcusu Caner Erkin, həyat yoldaşı aktrisa Şükran Ovalı ilə ilk dəfə qarşılaşdığı anlardan danışıb. Doğru Xəbər maqazin bildirir ki, aktyor Enis Arıkan'ın verilişində çıxış edən Erkin, Şükran'ı ilk dəfə dermatoloqun kabinetində gördüyünü və onunla tanış olmaq üçün uzun müddət gözlədiyini açıqlayıb. Həkimə dedim ki, bizi tanış etməlisən. Onunla tanış olmaq üçün 4-5 saat gözlədim, amma o mənə üz vermirdi. O əlavə edib ki, həmin gün İstanbulda böyük daşqın olmuşdu. Taksilər və maşınlar gəlmirdi. Böyük bir VIP maşınım vardı. Oradakı qadınlara dedim ki, hamınızı evə aparacağam. Amma Şükran gəlmədi. O tanışlıq anını da yadına salıb. Əlimi uzatdım, amma Şükran onu uzatmadı. Əlim havada asılı qaldı və o sadəcə ən böyük Beşiktaş dedi. Caner Erkin'in bu səmimi etirafı isə böyük maraq doğurub.